Mövzu sınağı 9, A variantı, sual 1. Əbob x kvadrat üstəgəl 8 və 36 12-yə bərabərdir. Əkob isə 72-yə bərabər olarsa 2x plus 1 cəmini tapmaq lazımdır. Şöyle bir diqqətlə baxsaq, görürük ki, əbobun da, əkobda da ədədlər eynidir. Onda bir düstur var idi. Əbob eyni ədədlərin əbobu ilə əkobunun hasili həmin ədədlərin hasilinə bərabər idi. Əbob AB vurulsun əkob AB bərabərdir A vurulsun B. Onda bu sualı biz necə yaza bilərik? Əbob x kvadrat üstəgəl 8 36 vurulsun əkob x kvadrat üstəgəl 8 36 bərabərdir və əbob AB vurulsun əkob AB bərabər A vur B olursa, burada da olacaq x kvadrat üstəgəl 8 vurulsun 36 olacaq. Yəni x kvadrat üstəgəl 8 A-nı əvəz edir, 36 da B-ni. Həm də orada verib axı, əbobu 72 verib, əkobu 12 verib. Onda düz dedikdə, əbobun yerinə əbob x kvadratı plus 8 və 36 əvəzinə mən neçə yazacam? 12 yazacam. Əkobun əvəzinə 72 yazacam. Onda belə bir tənlik almış olacaq. 12 vurulsun 72 bərabərdir x kvadratı üstəgəl 8 vurulsun 36. Sonra tənliyin hər iki tərəfini 36-ya ixtisar edəsəm 12 vurulsun 2 qalacaq. Bərabərdir x kvadratı üstəgəl 8. Hər tərəf 36-ya böldüm. 12-ni 2-yə vuran zaman 24 bərabərdir x kvadratı üstəgəl 8. X kvadratı bərabərdir 24-dən 8 çıxıram 16. X-in kvadratı 16 ise x plus minus 4'dür. Amma burada söhbət əbob əkobdan gedir. Əbob əkobda da natural ədədlərdən danışılır. Yəni mənfi ədədlərdən danışılmır. Çünki görürsünüz orada aşağıda yazıb ki x daxildir n. Yəni x natural ədəddir. Ona görə burada x-i 4 götürürəm. Mənfi 4 kənar kök götürürəm. 2x plus 1 cəmini tapmaq lazımdır. X-i 4 tapmışam. Onda yazacağım. 2 vurulsun 4 üstəgəl 1. O da eləyəcək. Doğru cavab 9. D bəndi. Sonra keçək ikinci suala. Tənlislər sistemindən 2x üstəgəl 3y cəmini tapın. Yuxarıdakı 4x kvadratı çıxılsın 9y kvadratı olsaydı, mən onu kvadratlar fərqi kimi vuruqlara ayırardım, onun için qoyardım yerini tapardım. Amma təəssüf ki, elə verilməyib. İndi biz burada başqa yol axtarmalıyıq. 2x çıxı 3y 12 verib. Yuxarıdakı tənliyə fikir versəz, 4x kvadratı 2x'in kvadratıdır, 9y kvadratı 3y'in kvadratıdır. Orada əgər 2 misli olsaydı, aşağıdakının kvadratı olardı. Onda mən yuxarıda 4x kvadratı çıxılsın 12xy üstəgəl 9y kvadratı üstəgəl 12xy bərabərdir 72 yazıram. Yəni 12xy çıxdım və əlavə elədim. Çünki 12xy nədir? 2x ilə 3x'in hasilinin 2 misli. Biz burada tam kvadrat ayıracaq da. O da bizə 2x çıxılsın 3y mötərizə kvadratı üstəgəl 12xy bərabərdir 72 vermiş olacaq. 2x çıx 3y 12'dir. Aşağıda yerinə yazsam 12 ne olacaq? 144. Yəni bura 12 yazsam 12'nin kvadratı 144 üstəgəl 12xy bərabər 72. 12xy bərabərdir mənfi 72. 72-dən 144 çıxıram. Xy bərabərdir mənfi 6. Hər tərəfi 12'yə böldüm. Xy tapdım. Bu xy mənə lazımdır. Sonra mən nə edirəm? Məndən 2x plus 3y cəmini soruşur axı. Yuxarıdakı tənliyə bu səfər 12xy əlavə edib sonra çıxacam. Və burada birinci yazmışdım. Burada deməli 12xy əlavə eləyəcəm, sonra çıxacam. Onda bu misal hansı formaya düşəcək ifadə? 2x üstəgəl 3y mötərizə kvadratı çıxılsın 12xy bərabər 72 olacaq. 2x üstəgəl 3y bilmirəm. Mənə onsuz da o lazımdır. Mötərizə kvadratı çıxılsın xy tapmışam. Bax aşağıda
qeyd elədi. -6. Onda olacaq çıxılsın 12 vurulsun -6 bərabərdir 72. 2x üstə gəl 3y mötərizə kvadratı -12-ni -6-ya vuranda müsbət 72 eləyir. Müsbət 72 sağa keçəndə 72 çıx 72 0 olur. 2x üstə gəl 3y-in kvadratı 0-dırsa, onda 2xy üstə gəl 3y də 0-a bərabər olmuş olacaq. Doğru cavabımız olur A. Bu şəkildə həll edə bilərik. Sonra 3-cü sual. Y bərabərdir kx plus b xətti funksiyasının bucaq əmsalı 4-dür və 2, 3 nöqtəsindən keçir. KB hasilini tapın. Şöyle bucaq əmsalı ilə K-nın qiymətidir da, mütənasiblik əmsalıdır. Onda K 3-dür. Y bərabər kx plus b funksiyası, onda y bərabərdir. K 3 yox, K-nı 4 veriblər. Onda olacaq 4x üstə gəl b. K-nın yerinə 4 qoydum. Və 2, 3 nöqtəsindən keçir. Kesin də izah eləmişdik ki, 2, 3 nöqtəsindən keçirsə, x-in yerinə 3 qoyanda, x-in yerinə 2 qoyanda, y-in də yerinə 3 qoyanda doğru bərabərlik alınmalıdır. Gətirib yazıram. Y-in əvəzinə 3. Bu y-in əvəzinə 3. X-in də əvəzinə bura 2 yazacağım. Bərabərdir 4 vurulsun 2. Üstə gəl B. 3 bərabərdir B. 4 dəfə 2-nin 8. Üstə gələk B. B bərabərdir. 3-dən 8 çıxıram. -5. B-ni tapdım. Yuxarıda da K-nı 4 vermişdi də məsələdə. KB hasilini soruşur. K vurulsun B bərabərdir. 4 vurulsun -5. O da bərabərdir -20. Doğru cavab A. 4-ü keçməmişik hələ, çevrəni tənliydi. Demək bunun cavabı eləmişdi. Hansı eləyəcək? Mərkəzi 2-3-dürsə C bəndə olacaq. Keçəndə mən onu sizə izah eləyərəm. Sonra keçək 5-ci suala. ABC üçbucağında bucaq A 130 olarsa B və C bucağının təmirlənənlər arasındakı böyük bucağı tapın. Bir ABC üçbucağı çəkək. Adlandıraq. A bucağı 130-dursa uşaqlar A-nı bu aşağıda yox, A-nı yuxarıda qeyd edəcəm. Çünki kör bucaqdır da 130. A daha çox oxşuyur. Bura 130 dərəcədir. A bucağını verib. B və C bucağının tən bölənləri. B-nin tən böləni belə gedir. C-nin tən böləni belə gedir. Gəlirlər bir O nöqtəsində kəsirlər. Əslində bunu sona kimi də aparmalıyıq belə. Tən bölənlər gedir də. Və tən bölənlər arasında iki bucaq yarandı. Biri burada yarandı. Bu olsun məsələn X bucağı. Bir də burada yarandı Y bucağı. Bizdən soruşur ki, böyük bucağı tapın. Birini tapsam, o bir də onun qonşusudur da. İkisini də tapacam. Hansı böyükdürsə cavabı o götürəcəm. Yaxşı. B bucağına bura alfa desəm, aşağı da alfadır. Çünki B bucağını, BO şüası B bucağının tən bölənidir. C bucağının bir tərəfinə beta desəm, o bir tərəfdə beta olmuş olacaq. Onda böyük bucaq üçün 2 alfa A bucağı, B bucağı, üstə gəl C bucağı, 2 beta, üstə gəl 130, eləməlidir 180 dərəcə. Çünki 3 bucağın daxili bucağın cəmi 180-dir. 2 alfa üstə gəl 2 beta bərabərdir 180-dən 130 çıxıram 50. Hər tərəfi 2-yə bölürəm. Alfa plus beta bərabərdir 25 dərəcə. Demək alfa ilə betanın cəmi 25-dir. İndi şəkil üzərində baxın, alfa bura, beta bura. Bu ikisinin cəmi 25-dirsə, onda x-a neçə dərəcə qalır? 155 dərəcə. Çünki bu B, O, C üçbucağının da daxili bucaqların cəmi 180 olmalıdır. Alfa ilə betanın cəmi 25 olduğuna görə x-a da 155 qalır. Böyük bucağı da budur. Çünki 155-in qonşusu 25-dir. Bizdən böyük soruşu 155. Kiçik soruşsaydı 25 olardı. Doğru cavab 155. Sonra sual 6. 4də 3 hissəsi 12 olan ədədin 45%-ni tapın.
Hissəsinə görə ədədi tapmaq üçün verilən ədədi hissə göstərən ədədə bölmək lazımdır. Yəni mən əvvəlcə 4də 3 hissəsi 12 olan ədədi tapacağam. 12-ni böləcəm 4də 3-ə. 12-ni 4də 3-ə bölmək üçün 12-ni 4də 3-ün tərsinə vuracağım. Yəni bölünən vurulur bölənin tərsinə. 12 ilə 3 çıxsağa görə 4 qalır. 4də 4, 16. Demək 4də 3 hissəsi 12 olan ədəd 16-dır. Deyir 4də 3 hissəsi 12 olan ədədin 45%-ni tapın. Yəni mən 16-nın 45%-ni tapmalıyam. 16-nı vuracağam 45-ə, böləcəm 100-ə. Bərabərdir. 100 ilə 45-i 5-ə ixtisar eləyirəm. 20 qalır. Burada 9 qalır. 16 ilə 20-ni də 4-ə ixtisar eləyirəm. Burada 5 qalır. Burada 4 qalır. 4 dəfə 9-un 36 bölünsün 5. Cavablarımız onluq kəsir olduğuna görə 36-nı 5-ə bölürəm. 35 bölünür. 1 qalıq qalır. 1-i də 5-ə böləndə 0,2. Yəni 7,2 olmuş olacaq cavab. Sonra 7. Nə deyir 7-də? A və B qarşılıqlı sadə ədədləri üçün Əkob AB üstəgəl Əbob AB 100 olarsa, A üstəgəl B cəminin ən kiçik qiymətini tapın. Əgər A və B qarşılıqlı sadədirsə, demək ki, o ədədlərin əkobu o ədədlərin hasilinə bərabərdir. Əbobu isə 1-ə bərabərdir. Yəni, əkobu olacaq A vur B, əbob olacaq 1. Yəni, A vur B üstəgəl 1 bərabərdir 100. Sonra A vurulsun B bərabərdir. 100-dən 1 çıxıram, qalır 99. Demək, A-nı B-yə vuranda 99 eləyir. Həm də yuxarıda şərt verib ki, A və B qarşılıqlı sadədir. İndi hasili 99 eləyən ədədlər 1 vur 99, 3 vur 33, 9 vur 11. Hasili 99 eləyən natural ədədlər bunlardır. Burada 3 vur 33-ü silirik. Niyə? Çünki 3 ilə 33 qarşılıqlı sadə deyil. Yəni A vur B 99 o demək ki, A məsələn 1-dir, B 99-dur. Ya da ki, A 9-dur, B 11-dir. Tərsinəsi də olar, yəni orada fərq eləmir də. 3 33 ola bilməz, çünki 3 ilə 33 qarşılıqlı sadə deyil. Amma bizə deyir ki, A və B qarşılıqlı sadə olsun. Onda A və B ya 1,99-dur, ya da 9,11-dir. Amma burada sualda deyir ki, A üstəgəl B cəminin ən kiçik qiymətini tapın. Ona görə biz 1,99-u yox, 9,11-i götürməliyik ki, cəm kiçik olsun. O da 20 eləyir. Doğru cavab B bəndi. Sonra keçdi 8-ə. Modulda 5 çıxılsın 4x üstəgəl 15 çıxılsın 12x üstəgəl 8x çıxılsın 10 bərabərdir 60 tənliyinin kökləri cəmini tapın. Tənliyi həll eləməliyik, köklərini tapmalıyıq, ondan sonra kökləri cəmini hesablaya bilərik. Yaxşı, necə həll eləyək bunu? Nə düşünürsünüz? Kimisə fikri varsa deyə bilər, uşaqlar, rahat olun. Mən birinci modulu elə ki 3-ə vurublar, ikinci modul oldu. Amma əksi olub. Bəli. 2-yə də vuranda 3-cü modul olub, hə? Əksi. 2-yə də vuranda. Daha doğrusu mənfi 2-yə vuranda. Birinci modulu 3-ə vuranda ikinci modul, 2-yə vuranda o birisi modul alır. 8x modul. Bəli, birincini 3-ə vuranda ikinci alınır, mənfi 2-yə vuranda 3-cü alınır da, orada işarə fərqi vardır. Çünki əksi alınır. Onda biz belə eləyək də. Birinci modulu olduğu kimi saxlayaq. Üstəgəl, ikinci moduldan 3-ü ortaq vuruq çıxardıram. 3 vurulsun, 5 çıxılsın, 4x. Üçüncü moduldan isə
mənfi 2-ni çıxardıram ortaq vuruq. Mənfi 2-ni çıxarsam, mənfi 2 moduldan yenə müsbət 2 kimi çıxacaq. Amma mənfi 2-ni çıxanda o da 5 çıxılsın 4x olmuş olacaq. Çünki mənfini çıxardanda işarələr dəyişir də. Onu mənfi 5-ə, mənfi 2-yə böləndə müsbət 5-ə çevrilir. 8-i mənfi 2-yə böləndə 4-ə çevrilir. 4-ə çevrilir. Baxın, modulların içərisi hamısı eyni oldu. Bu bilirsiniz nəyə bənzəyir? Elə bir ki, x üstəgəl 3x üstəgəl 2x eləyir 6x. Yəni bu modul içərisindəki ifadəyə bir dəyişən kimi baxsaz, 1 dənə modul, 3 dənə modul, 2 dənə modul. 6 dənə modulda 5 minus 4x olur bu. Toplayanda bərabərdir 60. Sonra hər tərəfi 6-ya bölürəm. 5 çıxılsın 4x modulda bərabərdir 10. İndi modulda 5 çıxılsın 4x-dən 10 çıxıbsa, 5 çıxılsın 4x ya 10 imiş. Ya 10'dur ya ki mənfi 10. Ya da ki 5 çıxılsın 4x mənfi 10-a bərabərdir ki 10 çıxıb. Birincini həll edirik. Mənfi 4x bərabərdir. 5-i sağa keçirsəm, 10-dan 5 çıxsam 5. X bərabərdir. Mənfi 4-də 5. 5-i böldüm 4-ə. İkincini həll edirəm. Mənfi 4x bərabərdir. 5 sağa, mənfi 5 kimi keçsə, mənfi 15 olacaq. Və x bərabərdir. Müsbət 15-i 4-ə bölünəm, 2 mənfi böləndə müsbət edir. Demək, bir kökümüz oldu. Mənfi 4-də 5, bir kökü oldu. Müsbət 4-də 15. Köklərinin cəmini soruşur. Mənfi 4-də 5, üstə gəl 4-də 15 bərabərdir. Məxrəclər eyni olduğuna görə məxrəc olduğu kimi qalır. Bu mənfini 5-in qarşısına yazsam, mənfi 5 üstə gəl 15 yazıram. Bu da olur 4-də 10. 10 da 4-ə bölən zaman 2,5 qalmış olacaq. Doğru cavab E. Sonra 9. İfadəsinin qiymətini tap. Kub kök altındadır. Amma verilmiş ədədlərdən kub kök çıxmır. Onda biz vurğu kök işarəsi xaricindən çıxarmalıyıq burada. Kub kök olduğuna görə biz vurğuları kub kök çıxan ədədlər şəklində yazmalıyıq da. Məsələn, birincisini 8 vuraq 3 yaza bilərik. Aha. 81-i. İkincisini 27 vuraq 3. Bəli. Üçüncüsünü O də. birisi də 3-ə bölsən neçə qalar? 192-ni 3-ə bölsən. 64 vuraq 3. Bəli. 64 arasında. Aha. Birincidən 8-dən 2 çıxır. 2 kub kökü altında 3. Üstə gəl. 3 kub kökü altında 3. O biri də olacaq 4 kub kökü altında 4 kub kökü altında 3. O deyir 5 dənə kub kökü altında 3. Toplayanda bu ikisini çıxılsın. 4 dənə kub kökü altında 4 dənə kub kökü altında 3. Qalacaq 1 dənə kub kökü altında 3. O da kub kökü altında 3 şəklində yazılır. Doğru cavab B. 10. Düz xəttinin bucaq əmsalı 5 olarsa anı tap. B5'dir. Necə? B5'dir. B5 deyil, yox. Deyə bilmərik axı. Axı bu S, ona S deyirik biz. Bu x plus B plus S'dir. Bunu xətti funksiya formasına gətirməmiş biz bunun haqqında bir şey deyənmərik axı. Deyir bucaq əmsalı 5'dir. Yəni K'sı 5'dir bu funksiyanın. Amma biz xətti funksiyanı y bərabərdir kx plus b şəklində görmüşük də. Bu elə deyil axı. Onda biz bunu o formaya gətirək də. Neyniyərəm? 2 çıxılsın A, vurulsun Y. Onu saxlayaram Y-i təkləmək üçün. Digərlərini keçirdirəm sağa. Bərabərdir. Uşaqlar 3 saat çıxılsın 4 sağa keçəndə mənfi olur axı, düzdür? Bəli. Mənfi 3 saat çıxılsın 4. 4 çıx 3 saat. Onu əksi keçir də. Əksi keçir. 3 saat 4. Çıxılsın 5.
Hədizə 3A çıxılsın 4, sağa keçəndə əksinə keçir də. 3A çıxılsın 4-ün də əksi 4 çıxı 3A kimi keçdi. Bərabərliyin sağına. Bəli. O kimdəsə səsi çox gəlir. Onun biraz səsini anlaşaq. Hə, kəsildi. Sonra nə edərəm? Hər tərəfi 2 çıxılsın A-ya bölərəm ki, Y tək qalsın da. Hər tərəfi 2 çıxılsın A-ya böləndə Y tək qalacaq. Olacaq 4 çıxılsın 3A, bölünsün 2 çıxılsın A, vurulsun X, çıxılsın 5 bölünsün 2 çıxılsın A. Bu artıq Y bərabərdir Kx plus B funksiyası şəklinə oldu. İndi deməli bu var, bax bu. Qırmızı dairəyə aldım. Bu B-ni əvəz edir. Bu qara dairədəki K-nı əvəz edir. K X-in əmsalıdır da. Və burada nə yazıb? Düz xəttin bucaq əmsalı 5-dir. Yəni 4 çıxılsın 3A bölünsün 2 çıxılsın A ifadəsi 5-ə bərabərdir. 5-in də məxrəcinə 1 yazıram. Çarpaz vursam 10 çıxılsın 5A. 5 bura vuruldu. 4 çıxılsın 3A. 1-ə vuranda dəyişdim. Mənfi 5A. 3A-nı keçirtdim sola. Üstə gəlir 3A. 4 çıxılsın 10. Mənfi 2A bərabərdir. Mənfi 2A bərabərdir. 3. Bizdən A-nı soruşurdu. Doğru cavab 3. Sonra 11. Şəkili çəkər, bitirdik. Bu toxunandır. B nöqtəsində toxunub. A, C, bura N yazılıb. Bura M yazılıb. BD çevrəyə toxunandır. DBC 54 dərəcədir. D haradır bura? DBC. Yəni D-dən gəldik B-yə. DBC. Bax bura, buradakı bucaq 54 dərəcədir. DBC-ni verib. Sonra nə verib? ANB-nin AMC-yə nisbəti 1-in 6-ya. Yəni N qövsü 1K-dır. M qövsü 6K-dır. Yəni burada N qövsü buradır da 2 nöqtə. Olarsa ASB-ni tapın. A-dan getdik C-yə, C-dən getdik B-yə. Bu C bucağını soruşur ki, neçə dərəcə? Çevrəyə bir toxunan, bir də kəsən çəkiləndə o toxunanla kəsən arasındakı bucaq qövsün yarısı idi. Bu bucaq 54 isə onda bu BC qövsü var. BC qövsü 108 dərəcə. 108 dərəcə. Keçmişdik də o düsturu. 108-in yarısı olurdu. Çevrə 360 dərəcədir. 360 dərəcə isə BC 108 isə onda K üstə gəl 6K. Bu ikisinə qalır. 360-dan 108-i çıxsam qalanı bu K-nın 6K-ya düşür də. 360-dan 108 neçə eləyir? 252. 2. 7K bərabərdir 252. K bərabərdir 25-də 7 3 dəfə, 42-də 6 dəfə. K-nı tapdım 36. Onda bu ANB qövsü 36 dərəcədir. Bizdən alfanı soruşur. Alfa daxilə çəkilmiş bucaqdır. 36-nın yarısına bərabərdir. Söykəndiyi qövsü 36-dır. Onun yarısına 18-dir. 18. Aysa. Sonra keçək 11-ə. 12-yə daha doğrusu. 12. Bir dəqiqə. Düz bucaqlı, üç bucaqlı söhbət gedir. Bir düz bucaqlı, üç bucaq çəkək.
Bura M'dir. A'dır, B'dir, C'dir. Ne yazıb? ABC düzbucaqlı üçbucağında BM tən böləndir. Aha. ASB 90-dır. Şəkildə də göstərib. C bucağı 90-dır. AB 6 santimetrdir. Hipotenuz 6 santimetrdir. Bucaq AMB bərabərdir 4 MBC. Deməli AMB bura. AMB bərabərdir 4 MBC. Bura. Deməli bura X-dırsa MBC. Bura 4X-dir. Amma BM tən bölən olduğuna görə bu bir tərəfdə nədir? X-dir. Düzdürmü? Evet. Şuna biz bilirik ki, üç bucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağı. Bax, burada indi göstərəcəm sizə. Bu MBC üçbucağında, X-la 90 var ha. Bu 4X həmin üçbucağın xarici bucağıdır. Onda X-la 90-ın cəmi bizə 4X-i vermiş olacaq. 4x verir. Keçirsəm sağa 3x bərabər 90, x bərabər 30 tapmış olacaq. 30. Onda 30 olur. B bucağı bütöv 60 olur. Onda A bucağı da 30 dərəcə olur. Bizdən ABC üçbucağının sahəsini tapmaq tələb olunur. ABC üçbucağı düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısına. Katetlərin hasilinin yarısına bərabər. Onda BC 3'dür da. Çünki 30 dərəcə qarşısında duran katet hipotenuzun yarısıdır. AC isə 60 dərəcəli bucağın qarşısında dayanıb baxır. 3 kökəltdə 3. Elə ki mən burada tənböləni silirəm də. Əslində bu tənböləni silsəm hər şey rahat görünər də. Tənbölən artıq ehtiyacımız yoxdur. Bura 60 dərəcə idi. Görünür burada. Onda sahəsi olacaq 3 vurulsun 3 kökəltdə 3 bölünsün 2. 9 kökəltdə 3 bölünsün 2. 4 onda 5 kökəltdə. E variant. E variant. Nədir cavab? Mənim o tərəfə düşür. Hara? O bir səhviyyə. Ayşədir, hə. 13. Çoxadlisini vuruqlara ayırın. İki ifadə kvadratlar fərqi. Bəli, bu iki ifadənin kvadratlar fərqi kimi vuruqlara ayrıla bilər. İki ifadənin kvadratları fərqi bu ifadələrin fərqi ilə cəminin hasilinə bərabər. Yəni A çıxılsın B, A üstə gəlinsin B şəklində yazacaq. Deməli, birinci mötərəzəmizdə olacaq X üstə gələk 3Y çıxılsın 4. Elə birincidən ikincinin çıxmalıyam da. Çıxanda işarələr dəyişəcək. Çıxılsın X olacaq. Üstə gəl 3Y olacaq. Çıxılsın 4 olacaq. Vurulsun. İkinci mötərəzəmizdə onları toplayacağım. X üstə gələk 3Y çıxılsın 4. Üstə gəl X çıx 3Y üstə gəl 4. İşarə dəyişmədi. Birinci mötərəzədə X-lar islah olundu. 6Y çıxılsın 4 qaldı. 3Y-lərlə 3Y-lə 3Y oxşar həddə islah elədim 6, mənfi 4-lə də mənfi 4, mənfi 8. 6Y çıxılsın 8. Vurulsun. İkinci mötərəzəmizdə 3Y-lər islah olundu, 0 elədi. 4-lər də 0 elədi, əks ədədlərdir, cəmi 0-dır. Vurulsun 2x. Bərabər. Belə cavab yoxdur. Ona görə biz birinci mötərəzəmizdən 2-ni ortaq vuruq çıxardırıq. Olur 2 vurulsun 3Y çıxılsın. Bir də vurulsun 2x. 2x-də 2-yə vururam. 4x vurulsun 3Y. Eyvah. Düzdür. 14. Ne dedik biz burada? Bir dəqiqə şuna kaç deyil. Hə. 14.
tərəflərinin sayı diaqonallarının sayına bərabər olan çoxbucaqlının daxili bucaqlarının cəmini tap. Müəllim, orada tərəflərin sayına n demişik. Diaqonalların da sayı n vuraq n çıxar 3 bölü 2-dir. Onlar bərabər ola bilər də bir-birinə. Bəli, elə onu deyir də. Deyir tərəflərin sayı diaqonal sayına bərabər. Bəli, n bərabərdir, n vurulsun, n minus 3 bölünsün 2. Qabarma tuturum. Necə? Heç mən. N-in məxrəcindən 1 yazıram, çarpaz vurub həll edirəm. N vurulsun, n çıxılsın 3 bərabərdir 2n. 2n. 2. O deyil ya. Hə. N-i vurdum, n kvadratı çıxılsın 3n bərabərdir 2n. Sonra 2n-i sola keçirdirəm, n kvadratı çıxılsın 5n bərabərdir 0. Bərabər 0. Sonra n ortaya vurub çıxardıram, n çıxılsın 5 bərabər 0. Hamısı qalan birisi. Yəni ya n çıxırdı, ya da n 5. 5 olur orada. 0 kənar köşdür də. Çünki çoxbucağlının tərəflərinin sayı 0 ola bilməz axı. Doğru cavab 5. İndi deməli bu 5 bucaqlıymış da. N 5-dir, 5 bucaqlıdır. Daxili bucaqların cəmi 727 5 bucaqlını 5 vurulsun 5 çıxılsın 2. 540. 180 vurulsun n çıxılsın 2 də. 183 alır. Bəli, 183-ə vururuq. 15 A çıxılsın A-da 1 vurulsun, bölünsün kök altda A çıxılsın 1 bölünsün kök altda A bərabər 5 olarsa A üstə qalan A-da 1 cəmini tapın. Şöyle ben bu bölmə əməlini kəsir xətti də yazıram. Məxrəcə yazıram kök altında A 1 bölünsün kök altında A. Surətə yazıram A çıxılsın A-da 1 bərabərdir 5. Bərabərdir 5. Şöyle kök altında A-nın kvadratı nə edir? A. Kök altında 1 bölünsün kök altında A-nın da kvadratı eləyir A-da 1. A-da 1. A-da 1. Onda mən burada surətdə kök altında A-nın əvəzinə kök altında A kvadratı yazacağam. A-da 1-in əvəzinə 1 bölünsün kök altında A-nın ötəci kvadratı yazacağam. Surət artıq bizə kvadratlar fərqini verir. Kök altında A çıxılsın kök altında A-da 1. Kök altında A-da 1. Üstə gələk bir də olur. Kök altında A üstə gəlsin. Kök altında A-da 1 bölünsün. Bu şəkildə yazdım. Bərabərdir 5. 5. Bunlar ixtisar olundu. Hə. Çünki o sıfırdan fərqli, sıfırdan fərqli olmasaydı bölünsün yaza bilməzdilər onu. Qaldı kök altında A. Kök altında 1 bölünsün kök altında A. Üstə gələ 1 bölünsün kök altında bərabərdir 5. 5. Amma bizdən bunu soruşmur. Bizdən nə soruşur? Bizdən A üstə gələ A-da 1. Neyini? Kök altında. Bu kvadrat, hər tərəfi kvadrata yüksəldir. Bəli, bərabərliyin hər tərəfin kvadratı yüksəlir. Çünki yüksəldəndə birinci, ikinciyə hasilində ixtisar gedəcək hərf qalmayacaq da. Hə, birincinin kvadratı eləyir A. Üstə gəl, birincini ikinciyə vuranda kök altında A ilə kök altında A-da 1 tərsə də daxil. Onları vuranda 1 eləyir, 2 misli 2. Yəni, birinci, ikinci yazsın 2 misli. Üstə gəl A-da 1 bərabərdir 25. A üstə gəl A-da 1 bərabərdir. 2-ni keçirdirəm sağa 23. 23. Doğru cavab. D-bən. 6. 16. Ehtimal. 2 zəri eyni zamanda atıldık. Nə? 2 zəri eyni zamanda atıldıqda üst üzə düşən xallardan birinin digərindən 2 dəfə böyük olması hadisəsinin ehtimalını tap. 2 zəri eyni zamanda atdıq. Düşən xallarda mümkün halların sayı 36 olacaq. Bunu məxrəcə yazıram 36. Yəni sadə ehtimaldır da. Deyir üst üzə düşən xallardan biri digərindən 2 dəfə böyük olsun. Məsələn, birinci zərdə 2 düşsə, ikinci zərdə 1 düşsün. Çünki 2 deyir birincidə düşən ikincidən 2 dəfə böyük olsun. Daha doğrusu birində düşən o birindən 2 dəfə böyük olsun. Birinci zərdə 4 düşsə, o birində 2 düşməlidir.
Birinci zərdə 6 düşsə, o birində 3 düşməlidir. Deməli, bu şəkildə düşə bilər. Bir də tərsinə, birinci zərdə 1, o birində 2. Bu biri zərdə 2, o birində 4. Bu birində 3. Bunlar ayrı haldır da. Yəni, zərlərin bu halları ayrıdır. Demək, əlverişli halların sayı neçə dənədir? 6 dənə. 36-da 6, o da ixtisar gedir. Demək, ehtimal olur 6-da 1. 6-da 1. 17. 347. Kimdir orada o telefonla oynayan? Hə uşaqlar, kimdir o telefonla oynayan orada? WhatsApp'dan mesaj yazır, neyinir? Dərsə qulaq asmırsınız siz? Məndir. 17'ye baxın uşaqlar. 344 ədədi 2 və 5 ilə düz, 6 ilə tərs mütənasib hissələrə bölünür. Alınan ən kiçik ədədi tap. Demək 2 ilə 5 ilə 2 və 5 ilə düzdürsə, birinə 2K, birinə 5K. 6 ilə tərs mütənasibdirsə, o 6-da 1. 6'da 1. Bunların cəminə 344 yazır. 2'nin üstünə 5, 7K eləyir. 7K'nı 6'da 42K yazıram. Üstə gəl 6'da 1K bərabərdir 344. Çünki 6'da 42 uşaqlar 7 eləyir də. 42'nin 6'ya bölündə 7 qalır. Niyə elə yazdım? Çünki məxrəclər eyni olsun. 6'da 43K bərabərdir 344. 344. K bərabərdir 344'ü böləcəm 6'da 43'ə. K bərabərdir 344'ü vuracam 43'də 6'ya. K bərabərdir 344 ilə 43'ü ixtisar eləsəm 8 dəfə düşür də 8 və 4'ün 8 dəfə üçün 24, 4 yazarım 2 ya da 8 4 34. 8 dəfə düşür 8'də 6'ya vurdum 48. K'nı tapdım 48. Bizdən də soruşur ən kiçiyə də. Ən kiçik 48'i burada 6'da 1'ə vursam 8 tapacağım. Ən kiçiyə də 8. Sonra keçdi 18. Şəkil çəkdi. ABC üçbucağında B təpəsindən keçən düz xətt AC tərəfinin D nöqtəsində kəsir. BAC ilə CBD bərabərdir. Şəkil üzərində də göstəriblər. Yəni, bura alfadırsa, burada alfadır. DC 3'dür. AD 9 olarsa, BC'ni İspat edip tapa bilərik. necə? Oxşarlığın ispat edip tapa bilərik. Bəli, biz burada oxşarlığını ispat edə bilsək, göstərsək ki, bu üçbucaqlar oxşardır. Mən ona nisbətlərini yazabilirim. O bir üçbucağında, bu üçbucağında bucağı olur. Onlar oxşar olur. Ayso, C bucağında, C bucağına nə deyirəm bir? Beta. Aha, onda bu balaca BDC üçbucağı ilə böyük ABC üçbucağı nə olmuş olur? Birbirine oxşar olur. Oxşar olur da, iki bucağı eyniçi oxşardır. Evet. Burada bir yazıram, gamma yazıram burada. Alfa, beta, gamma. Onda B bucağı bütöv gammadır. Onu yadda saxlayaq. İndi nisbəti yaza bilərik. 3'ün x'a. Alfanın qarşısında balaca üçbucaqda alfanın qarşısında 3 Alfanın durur. karşısında 3 durur. Böyük üçbucağın alfasının qarşısında x durur. Alfasının karşısında x durur. Sonra balaca üçbucağın qammasının qarşısında x dayanır. X durur. Böyük üçbucağın qammasının qarşısında 12 dayanır. 9. Ümumilikdə 12. Çarpaz vursam x kvadratı bərabərdir 36, x bərabərdir 6. 6. Tapdıq. Başa düşdük.
19. Hə. Parabolasının təpə nöqtəsinin apsisi 4 olarsa, A-nın böyük qiymətini tap. Şöyle biz dünən keçdik, dünən məktəbdə dediyimiz parabolanın Müəllim. bəli. Yenə Müəllim, ingilis dili onların zəncək bir dənə cavab deyim qalacaq. Yaxşı. Təpə nöqtənin apsisi 4-dür. Yəni M4-dür, N4-dür. M4-dür. Yəni mənfi B bölünsün 2A-dır da, M-ə bu 2A bərabərdir 4. 4. İndi bu verilmiş misalda bu 3 A-dır. Bu ikinci yazılan B'dir. Axırıncı yazılan sərbəst həddir də. Yəni x kvadratın əmsalına A demişik, x-in əmsalına B demişik, o digərinə də sərbəst hədd demişik. Gətirək qoyaq burada yerinə. 2A kvadrat. Yəni ki 2A kvadrat üstəgələk 6 bölək 2 vurum. Yox. Şöyle B mənfi mötərəzidə 2A kvadratı üstəgəl 6-dır. B axı işarəsi mənfidir, çıxma var. Bölünsün, mənfi B bölünsün 2 vurulsun A. A da 3-dür da. Bərabərdir 4. Burada 2 dənə mənfi var. O müsbət edir. Onları attım getdi. 2A kvadratı üstəgəl 6 bərabərdir. Bu məxrəc 6 edir. 6 da 4-ə vurulur. 24. 24. 2A kvadrat. 2A kvadrat bərabərdir 18. A kvadratı bərabər 9. A bərabər 3 plus minus. Bəli, mənfi 3 bir də müsbət 3-dür. A-nın böyük qiymətini tapın. Onda cavabı götürəcəyik müsbət 3. Kiçik qiymətini soruşsaydı mənfi 3. Müsbət 3. 20. Müəllim, Bəli, söz deyə bilərəm. buyur. Güldəsti. Onu sonra deyərsən. Dərsimizlə məşğul olaq. Axırda deyərsən. 20-ci suala baxaq uşaqlar. X kvadratı üstəgəl 2m üstəgəl 15 x üstəgəl 8 m bərabər 0 kvadrat tənliyinin x1 və x2 kökləri üçün x1-də 1 üstəgəl x2-də 1 mənfi 12-də yoxsul olsa m-i tap. Verilən tənlikdə x1 və x2 köklərdirsə, x1-in üstünə x2 gələndə mənfi 2m üstəgəl 15 edir. 2m üstəgəl 15 edir. x1 Buranda 8 çıxılsın. Sərbəst sərt edir. 8 çıxılır. İndi bizdə aşağıda veriləni ortaq məxrəcə gətirəcək. Ortaq məxrəc x1 x2-də çarpaz vurulur da. x1 üstəgəl x2 olur surətdə də. Bərabərdir mənfi 12-də 7. 2 mənfi 2 üstəgəlsin 5 bölünsün 8 çıxılsın. 8 çıxılır. Burada mənfi 7 bölünsün. Yerinə qoyuq. Mənfi 7 bölünsün 12. Mənfini verdim surət. Çarpaz vurursan mənfi 7 vurulsun 8 çıxılsın m bərabərdir mənfi 12 vurulsun 2m üstəgəl 15. O mənfini 12-nin qarşısına keçirdim də mötərizləşir. Mənfi 56 üstəgəl 7m bərabərdir mənfi 24 m çıxılsın 180. Mənfini vurub açsın mötərizlə açsın. 24-ü keçirdirəm sola 7-ün üstə 24 31 m 56 sağa keçəndə olur üstəgəl 56 olacaq. Mənfi 180-dən üstə 56 gələndə mənfi 124. Və buradan m-i tapsam mənfi 4 tapacam. Bizdən də m-i soruşurdu, tapdım. A1 A2 ötərləri bərabərdir. ANB 143-dür. Bax ANB-ni görürük də orada. 143 yazdım orada. 143 40. ABC. Nacima nətər dedin? ANB tərəfi 143-dürsə, BC tərəfi də 143-dür. BC qövsündə 143. Çünki bərabər vətərlərin qövslərdə bərabər. Gədə göstər bərabər olur. Bizdən B bucağını soruşurdu. ABC'nin B bucağı. Əgər mən AC qövsünü bilsəm, onun yarısını tapacağım da. Çünki daxilə çəkilmiş bucaqda.
143, 143, 286 eləyir. Bəli. 360-dan da 286 çıxanda 74 qalır. 74. AC bucağı qövsü 74-dürsə, onda B bucağı 37 dərəcə olur. 37. 37. Aşağı. Bu da 21. Sonra baxaq 22-yə. Son həllərini sındı. 2x çıxılsın 5. Çıxılsın 7. X kvadratı çıxılsın 2 modulda x üstə gəl 1 kiçik bərabərdir 0 bərabərsizliyinin tam həllərinin sayını tap. Tam həllərinin sayını. Həllərini tapsaq tam həllərini saya bilərik də. Burada modul var. Biz bilirik ki, müsbət ədədin modulu həmin ədədin özünə bərabər. Mənfi ədədin modulu isə onun əksinə. Bir dənə məxrəcə diqqətlə fikir verin. Fərz eləyək ki, hə? X kvadrat çıxaq 1. X çıxaq 1-in kvadratı ola bilər, X modulda olmasa. Fərz eləyək ki, X müsbətdir. X müsbətdirsə məxrəc olur, X kvadratı çıxılsın 2x üstə gəl 1. X müsbətdirsə özü çıxır da modulda. Bu da bizə nə verir? X çıx 1-in mötərəcə kvadratı. Mötərəcə kvadratı. Bir də fərz eləyək ki, X mənfidir. X mənfidirsə moduldan əksi çıxır, olur üstə gəl 2x üstə gəl 1. Çünki bu X əksi çıxır, dəyişir. X üstə gəl 1 kvadrat. Müsbət. Deməli, X məxrəc. Yəni, X müsbət olanda X çıx 1, X mənfi olanda X üstə gəl 1-ə çevrilir. Hər iki halda məxrəc necədir? Müsbətdir. Mənfi deyil. Mənfi. 0 da ola bilməz də. Məxrəc hər iki halda müsbətdir. Deməli, bu kəsirin, verilmiş kəsirin məxrəci müsbətdir. Amma kəsirin qiyməti 0-dan kiçik olubsa, deməli, sürət mənfi olur. Ayso. Sürət mənfidir. 2x minus 5 çıxılsın 7, kiçik bərabər 0 yazıram. Amma bir şeyə diqqət eləməliyik ki, uşaqlar. Mən yuxarıdakı bərabərsizliyi həll eləsəm, o bərabərsizliyin həllərin içərisindən 1 və mənfi 1-i çıxaracam. Niyə? Çünki məxrəcdə x 1 yazsam, x-i 1 tapsam, məxrəc 0 eləyir, mənasız olur. Mənfi 1 də tapsam, mənfi 1-in üstdən 1, yenə də 0 mənasız olur. Ona görə onları çıxardacaq. Gəlin bunu həll eləyək. 2x minus 5 kiçik bərabərdir 7. Kiçikdir 2 qatla yaza bilirdik də. Mənfi 7 kiçik bərabərdir 2x minus 5. Kiçikdir bərabərdir 7. Hər tərəfə 5 əlavə eləyirəm. Mənfi 2 kiçik bərabər 2x kiçik bərabər 12. Hər tərəfə 5 əlavə elədim. Hər tərəfi 2-yə bölürəm. Mənfi 1 kiçik bərabər x kiçik bərabər 6. Demək, həllər oldu mənfi 1-dən 6-ya qədər. Amma mənfi 1 kənar kökdür. Yəni sayılmır da. Demək, bunun həlli necə olacaq? Mənfi 1 olacaq burada. Xeyr. Deməli, mənfi 1-i açıq mötərəcədə. Mənfi 1-dən ta ki 1-ə kimi birləşir 1-dən 6-ya. Bildiniz? 1 artıq burada nə 1, nə də mənfi 1 sayılır. Burada neçə həll var? Mənfi 1 ilə 1-in arasında bir dənə həll var 0. Bu birində də 2, 3, 4, 5, 6 var. 1, 2, 3, 4, 5. 5 burada, bir də burada. 6 dənə ödəyən tam. 6 dənə tam həll. Başa düşdük bunu? Bəli. 23. Çoxluq. A və B çoxluqları üçün NA ilə B-nin fərqi üstəgəl NB ilə A-nın fərqi 12 və NA üstəgəl NB 20 olarsa NA ilə B-nin kəsişməsini tap. Venn diaqramını çəkək. A ilə B-nin fərqi A-da olub. B-də olmayan. B-nin A-nın fərqi də B-də olub, A-da olmayan. B-də olub, A-da olmayan. Baba, bu rənglədiyim hissə var ya bura. Bura A ilə B-nin fərqidir. Evet. Bu biri hissə isə B ilə A-nın. Bura B ilə A-nın fərqidir. B ilə A-nın. Kəsişmədi. Orta hissə. Kəsişmədi. Kəsişmə. Şöyle deməli mən bu göy hissədə olan
ədədlər, üstəgəl yaşıl hissədə olan ədədlər, üstəgəl qırmızı hissədə olan ədədlər. Bunların üçünü toplasam, bu mənə nəyi verər? Birləşməsi. Birləşmə. Çoxluqların birləşməsini verir də, düzdür. Hamısı bilir. Bax, yazıb ki, NA ilə B-nin fərqi üstəgəl B-nin A-nın fərqi 12-dir. Yəni, göy hissədəkilərlə qırmızı hissədəki ədədlərin cəmsi 12-dir. Bir də NA ilə B-nin cəmsi 20-dir. Yəni, A ilə B-nin elementlərinin hamısını toplasaq 20-dir. 20. Onda bu ikisi göy ilə qırmızıya 12 düşürsə, ortaya 8 düşür də. 8. 8 bura 12, 20 edir. Yəni, kəsişməsinin elementləri neçə dənədir? 8 dənədir. 8-dən. Bir də düstur var idi. NA birləşir B necə idi? NA üstəgəl NB Sağ NA ilə B-nin kəsişməsi. NA ilə B-nin kəsişmə. kəsişməsi. Bu düstur var idi. Bir də ki, biri də var idi. A ilə B-nin fərqi üstəgəl N B ilə A-nın fərqi üstəgəl N A ilə B-nin kəsişməsi. Kəsişməsi. Bu bizə N A ilə B-nin cəmin verir. Sonra 24. Hə, 24-ə baxaq. A və B natural ədədləri üçün AB çıxılsın B kvadratı 30 olarsa, A-nın ala biləcəyi ən kiçik qiyməti tap. Yenə də burada natural sözünə diqqət eləmək lazımdır. AB çıxılsın B kvadratı bərabər 30. Şöyle gəlin buradan B-ni ortaya vuruq çıxardaq. Olacaq A çıxılsın B bərabər 30. Deyək ki, A və B natural ədəddir. A və B naturaldırsa və B-ni açıq B-yə vuranda 30 eləyibsə, yəni B də naturaldır, mötərizə də naturaldır. B neçə ola bilər? Məsələn, 1 ola bilər. 1 ola bilər. Artıq B 30 olacağında. B 1 olsa, onda A 31 olacaq da. B 2 olsa A 18. B 2 olsa 2-ni 15-ə vursam 37-də, B2 olsa A 17 olacaq. Çünki 17-dən 2 çıxsam, baxın, 31-dən 1 çıxıram 30, 1-ə vuranda 30. Düzdürmü? B3 olsa, onda A 13 olmalıdır ki, 13-dən 3 10. B5 olsa A da 11 olur. Bəli, 11 olmalıdır ki, 11-dən 5 çıxanda 6 qalsın 30 edir. 6 olsa yenə 11 olacaq. Sonra yenə 11. 6-dan sonra 10 olsa, B 10 olsa, mötərizə B 10 olsa 13. 13 qalır. Sonra 15 olsa 17. Ben 6 çıxmalısınız. Hə, burada deyirsən, düz deyirsən. Ayso. Sonra 15, bir də 30. Onda 31 olmalıdır da A. 31 çıxaq 1. Aha. Bizə nə verdi? A-nın ala biləcəyi ən kiçik qiymət. A-nın qiymətlərini görürsünüz 31, 17, 13, 11, 11, 13, 17, 31. Ən kiçiyi neçədir? 11 çıxılsın 6. A-nın ən kiçik qiyməti 13-dür. Hə, 13. Bu da A-nın qiymətləri, bu da bu A-nın düşündüyü A-nın olanlardır. qiymətləri. Bunlar A-nın qiymətləridir. Qaldı ki, 25-ci sual ədədi silsilə keçməmisiz. Ədədi silsilənin bu hədlər ədədi silsilənin ardıcıl hədləri olanda uşaqlar, ortadakı hədd kənardakı hədlərin ədədi ortası olur. Yəni x kvadratı üstəgəl 5x 9 ilə 19-un cəminin yarısı olur. 14-ə bərabər olur. 14. X kvadratı üstəgəl 5x çıxılsın 14 bərabərdir 0. O da ki 7 7-dən və 7-dən 2. x-in müsbət qiymətini tapır 2. Müsbət 2. Bu şəkildə deyə bilərik.